İnsadə ətraflı. Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 53 ailə, 174 nəfər köçürülüb. Köçürülən ailələr Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Artıq yola salınan köç karvanı Suqovuşana çatıb. Sakinlərə daimi yaşamaları üçün fərdi evlər verilib. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Xoş günlərimiz olsun. Təbrik edirəm köçənlərimizi, dərgin düşlərimizi. Hamısını təbrik edirəm. 32 ildən sonra öz yurdumuza, öz obamıza qayıdırıq. 26 yaşında çıxmışdım. İndi 58 yaşım var. Qayıdıram vətənimə. Ona görə bütün xalqıma, millətimə minnətdaram.